Salam hörmətli izləyicilər, xoş gördük sizi kanalımızda. Bugün biz sizinlə bastırma kebabı, yəni mal ətini bastırma kebaba necə hazırlayırıq onu göstərəcəm. Deməli bizə lazımdır mal əti, soğan, kək otu, duz və sirkə. Əvvəlcə gördüyünüz kimi ətimizi belə bir qaba qoyuruq. Doğranmış soğanımızı üzərinə əlavə edirik. Soğanı nə qədər çox olsa, dadı bir o qədər yaxşı olur. Soğanımızı əlavə etdik. İndi isə üzərinə duz əlavə edirik. Duzumuzu da əlavə etdik. İndi isə kək otunu avucumuzun içərisində oxalayırıq üzərinə. Kək otumuzu da oxaladıq üzərinə. İndi isə üzərinə mən təxminən tökürəm, amma siz yəni yarım stəkan sirkə tökün. Üzüm sirkəsi tökürük. Bu qəşəng əti yumşaldır. Sonra da yaxşıca qarışdırıram. Hamısı bir-birinə qarışır. Gördüyünüz kimi qarışdırdım. Budur. Artıq bunu gün yarım sərin yerdə saxlayırıq. Bir dəfə də arada qarışdırırıq. Sonra kebab çəkmək üçün hazırdır. Bu qədər əziz izləyicilər. Kanalımıza abunə olun, videomuzu like edin. Biz də çalışacağıq ki, hər dəfə yeni videolarla sizin görüşünüzə gələk. Sağ olun.